Rəqsani kimdir? Göydən zaddan düşüb. Siz ilişdiniz nə deyə? Demişəm tursiklə çıxmayın da. Çox üzr istəyirəm. Mən heç kimin atasından, anasından danışmamışdım. Sən kimsən ki, mənim atamın adını çəkirsən? Mənim atamın atabatasının söhbətini eləyirsən? Və o Naxçıvanlı teması mənə sübut eləyəcəklər. Ki, mən hansı Naxçıvanlını yemişəm, dağıtmışam, neynəmişəm. Mən şükür Allah bir dənə çıxılı maşın sürürəm, 3 illik lizinqlə götürmüşəm, onu siz də bilirsiniz. Yəni, sübut eləyəsiniz. Bilirsiniz necə? Bu, quşu ağızdan buraxdım, uçurdum məsələsi deyil, ha. Burada mənim şərəf ləyaqətimin alçalması məsələsidir. 16 il əvvəl ölmüş atama və onun 50 il əvvəl ölmüş atasına dil uzatmaq məsələsidir. Hamısının hesabatını verəcək, hamısının cavabını verəcək cümlə-cümlə. Mən bu məsələni nəyəsə görə ona bağışlasam, atamın verdiyi çörək mənim haram xoşum olsun, anamın südü mənə haram olsun, mən kiminsə xatirinə ona bu məsələni keçsəm, məndən alçaq adam yoxdur həyatda. Heç nə demirəm ki, sübutumu qoy ortalığa, haqqında danışmışsa faktını göstər. İstəyir Ramiz müəllim məclis aldı faktını göstər. İstəyir nə bilim tutaq ki, mənə deyir, sən keçmişimi maraqlansan, maraqlan keçmişimi qoy ortalığa. Uşaqlarım yetimdir, sübutunu elə mənə. Mən jurnalist deyiləm, sübutunu elə mənə. Göstər, mənə sübut elə ki, mənim Space-dən başıma vurub məni qovublar. Mənə sübutunu elə. Ayıbdır da eləməyin də, bunda hər şeyimiz qalıb çöldə. Hər şeyimiz görsənir də, bəsdirin də, abrımız var, həyamız var, sosial şəbəkəni açamırıq. Deyirsən ilişdin, ilişib, nə demişəm ilişib. Bir dənə deyin görüm, ilişmək sözü haradadır orada. Deyirəm, eybəcər görsənir də. Vallahi kim istə deyir, qəşəngsə, Quran haqqı eybəcərsiniz, biabırçı görsənirsiniz. Zamanında bunu Aygün Kazımova ilə də bağlı demişdim. Bugün xalq artisti belə çıxırsa yerdə qalanlara neyniyəcək? Zamanında Aygün Kazımova onun yaşılını geymişdi. Eyni şey demişdim Aygün Kazımova ilə bağlı. Qardaşım, mən jurnalistəm, mövqe qoyuram ortalığa. Mən daha çox kişiyəm, nəinki ər dediyiniz. Mən daha çox kişiyəm ər dediyinizdən. Və quşları çox uçurtdu da. Quşbaz olmaq olar. Amma baxır hansı istiqamətə, neçə quş uçurdursan da, o quşlar sonra sənə geri dönürmü, yoxsa azıb gedirmi, bu önəmli faktdır. O çox uçurtdu və ona görə də ona cavab verəcək o quşlara. Hamısına bir cavab verəcək. Atama və onun 50 il əvvəl ölmüş atasına dil uzatmaq məsələsidir. Hamısının hesabatını verəcək, hamısının cavabını verəcək cümlə-cümlə. Ümumi də demirəm, amma cümlə-cümlə hamısının cavabını verəcək mənə. Mən bu məsələni nəyəsə görə ona bağışlasam, atamın verdiyi çörək mənim haram xoşum olsun, anamın südü mənə haram olsun, mən kiminsə xatirinə ona bu məsələni keçsəm, məndən alçaq adam yoxdur həyatda. Analiz etmişdim, analiz edərdiniz mənə. Heç kim məni, heç kim. Deyirəm də, 100.000 təzminata, nədən danışıram ha? Mən onu heç vaxt bağışlamaram, heç vaxt. Və o etdiyi hər şey üçün, danışdığı hər söz üçün sübutunu eləyəcək və ortalığa qoyacaq vaxtını. Bu qədər bəs. Heç kimin başı üçün deyil ha, ki mənim haqqımda yalan informasiya yaysın, heç kimin başı üçün deyil.